Salam. Heç düşünübsünüzmü ki, bəzən münasibətlərdə ya da özümüzə inamda nəsə çatmır, elə bir dönüş nöqtəsi lazımdır. Bax, bugün biz məhz belə bir dəyişiklik vəd edən 10 günlük bir proqramın, bir növ transformasiya səyahətinin dərinliyinə enəcəyik. Görək söhbət nədən gedir? Bir anlıq təsəvvür edin. Hər səhər tam bir daxili rahatlıqla oyanırsınız. Bilirsiniz, Yaponların kintsugi deyilən bir sənəti var. Qırılmış saxsı qabları qızılla bərpa edirlər və nəticədə o qab əvvəlkindən də daha güclü, daha dəyərli olur. Bax, bu proqramın əsas fəlsəfəsi də elə budur. Bizi qıran şeylərin əslində bizi daha da gücləndirə biləcəyini göstərmək, qırıldığımız yerdən böyümək və o harmoniyanı yenidən tapmaq. Yaxşı, bəs belə bir həyat, yəni dərin bir özgüvənlə, tam aydın ünsiyyətlə və həqiqi harmoniya ilə dolu bir həyat yaşamaq necə bir hiss olardı? Gəlin bir anlıq bunu fikirləşək. Artıq şübhələr yoxdur, tam bir inam var. Qorxular yoxdur, açıq-aydın danışmaq var. Davamlı mübarizə yoxdur, əvəzində sakit bir harmoniya var. Bu, bilirsiniz, sadəcə bir arzu, bir xəyal deyil, bu qarşıdakı səyahətin konkret hədəfidir. Deməli, bu vəd edilən daxili harmoniyanın təməlində nə durur? Nəyin üzərində qurulub bütün bunlar? Gəlin indi bu səyahətin 3 əsas dirəyinə, yəni sütununa birlikdə baxaq. Deməli, hər şey 3 əsas prinsipə dayanır. Birincisi, dərin bir özgüvən, yəni öz daxili səsinə qulaq asmaq və ona güvənmək. İkincisi, aydın ünsiyyət, fikirlərini, hisslərini çəkinmədən, açıq şəkildə ifadə etmək. Və üçüncüsü, əlbəttə ki, həqiqi harmoniya. Bu da o deməkdir ki, münasibətlərdə güc savaşı yox, qarşılıqlı hörmət və anlayış olsun. Əslində, bunlar bir-birinə elə bağlıdır ki, biri olmadan digərini təsəvvür etmək çətindir. Bilirsiniz, istənilən böyük dəyişiklik həmişə daxilə doğru atılan o ilk addımla başlayır. Kənarda yox, içəridə. Məhz buna görə də proqramın ilk 3 günü tamamilə özünü kəşf etməyə, o daxili səyahətə həsr olunub. Bu ilk 3 günün mahiyyətini əslində bu 3 simvol çox gözəl göstərir. Fikir verin, bir kompas var, yəni bizim daxili istiqamətimiz. Bir qalxanlı ürək var, bu bizim emosional müdafiəmizdir və sərhəd xəttləri var ki, bu da şəxsi məkanımızı qorumaq deməkdir. Gəlin indi bunların hər birinin nə anlama gəldiyini bir-bir açaq. Deməli, birinci gün sanki öz daxili dünyanızın bir xəritəsini cızırsınız, özünüzə suallar verirsiniz. Mən əslində kiməm? Məni həqiqətən nə ruhlandırır, nə hərəkətə gətirir? Həyatdan istədiyim şey nədir? Bax, bu təməl sualların cavabını tapmaq sonraki bütün addımlar üçün möhkəm bir bünövrə qoyur. Gəldik ikinci günə və buradakı mövzu həqiqətən də çox güclüdür. Emosional müstəqillik. Yəni nə deməkdir bu? Bu o deməkdir ki, sizin daxili dünyanız, əhvalınız artıq başqalarının reaksiyalarından, gözləntilərindən asılı deyil. Siz öz daxili sülhünüzü, öz sakitliyinizi sanki bir qala kimi qorumağı bacarırsınız. Və nəhayət ilk mərhələnin 3-cü günü. Sərhədlər. Çox vaxt sərhəd deyəndə ağlımıza ancaq yox demək gəlir. Amma əslində bu ondan daha dərin bir şeydir. Bu, öz enerjinə, öz vaxtına, öz mənliyinə hə demək sənətidir. Bir düşünün, sağlam sərhədlər olmadan həqiqətən də sağlam münasibətlər ola deyərmi? Yaxşı, daxili dünyamızı biraz aydınlaşdırdıq, özümüzü anlamağa başladıq. İndi isə əsas sual budur, bütün bu bildiklərimizi xarici dünyaya, yəni münasibətlərimizə necə daşıya bilərik? Səyahətin növbəti 3 günü məhz bu haqdadır, başqaları ilə sağlam körpülər qurmaq. Bu mərhələnin simvolları da əslində hər şeyi özü izah edir. Baxın, kesişən dairələr var, səs dalğaları, bir də yin-yang. Bunlar nə deməkdir? Aktiv dinləmək, münaqişələri böhrana yox, fürsətə çevirmək və münasibətlərdəki enerjiləri balanslaşdırmaq. Yəni bu, artıq sadəcə danışmaq yox, həqiqətən də bir-birinə bağlanmaq sənətidir. 4-cü gün aktiv dinləmə sənətindən bəhs edir. Gəlin etiraf edək. Çoxumuz qarşımızdakını dinləyərkən əslində nə cavab verəcəyimizi düşünürük. Anlamaq üçün yox, cavab vermək üçün dinləyirik. Aktiv dinləmə isə bu oyunu tamamilə dəyişir. Bu, qarşındakı insanın sözlərinin arxasındakı hissləri duymaq, onun dünyasına qonaq olmaq deməkdir. Və bu, inanın ki, münasibətləri kökündən dəyişir.
Gəldik 5-ci günə və münaqişələrə. Hamımız münaqişələrdən qaçmağa çalışırıq, elə deyilmi? Amma bu proqram deyir ki, münaqişə əslində bir fəlakət deyil. Əksinə, düzgün idarə ediləndə o iki insanı bir-birinə daha da bağlayan bir fürsətə çevrilə bilər. Məsələ kimin haqlı olduğunu sübut etmək deyil, məsələ birlikdə bir həll yolu tapmaqdır. 6-cı gün isə mövzu biraz da dərinləşir. Enerjilərin balansı və bu sırf kişi-qadın məsələsi deyil, qətiyyən. Hər bir insanın daxilində həm daha qəbul edici, yaradıcı bir enerji var, həm də daha aktiv, hərəkətə keçirən bir enerji. Münasibətlərdə harmoniya da məhz bu iki enerjinin tarazlığından yaranır. Biri digərini bastırmamalıdır, əksinə tamamlamalıdır. Deməli, özümüzü anladıq, ünsiyyət qurmağı öyrəndik. Yaxşı, bəs İndi necə keçmişin ağırlığından qurtulub gələcəyə birlikdə baxa bilərik? Səyahətin sonuncu təlim mərhələsi, yəni 7-ci, 8-ci və 9-cu günlər məhz bu suala cavab verir. Birlikdə harmoniya yaratmaq. Bu son mərhələnin simvolları da çox mənalıdır. Əldən uçan bir lələk, yəni keçmişi azad buraxmaq. Bir kilidi açan açar, bir-birinin qəlbinin dilini tapmaq və bir bürc, bir ulduz xəritəsi. Bu da ortaq gələcəyinizi planlaşdırmaq deməkdir. 7-ci gün bağışlamaqdan danışır. Amma bildiyimiz kimi yox. Bağışlamaq o biri tərəfə sən haqlıydın demək deyil, əsla. Bu, özünü o keçmişin yükündən, o zəncirlərdən azad etmək deməkdir. Gələcəyə ağır bir yük daşımaq əvəzinə yüngül addımlarla getmək üçün bu şərtdir. 8-ci günü isə çox praktik bir mövzudur. Sevgi dilləri. Təsəvvür edin, siz fərqli bir dildə danışırsınız, partnyorunuz başqa bir dildə. Bir-birinizi nə qədər sevsəniz də anlaşa bilməzsiniz. Hər kəsin sevgini göstərmək və qəbul etmək üçün öz dili var. Bax, partnyorunun dilini öyrənmək, onun qəlbinə gedən yolu tapmaq deməkdir. Və nəhayət 9-cu gün. Artıq mənim istəklərim və sənin istəklərin yox, bizim vizyonumuz var. Bu, birlikdə oturub gələcəyiniz üçün bir xəritə çəkmək kimidir. Biz olaraq hara gedirik? Hədəflərimiz nədir? Bu, ortaq məqsəd münasibətə təkcə güc yox, həm də dərin bir məna qatır. Yaxşı, bütün bu prosesdən keçdikdən sonra nə olur? Bu 10 günlük səyahətin sonunda əldə edilən konkret nəticə nədir? Yəni, bu transformasiya gündəlik həyatda özünü necə büruzə verir? Nəticə sadəcə quru nəzəriyyə deyil, tamamilə praktik bacarıqlardır. Artıq özünü daha dərindən tanıyırsan. Enerjini qorumaq üçün sağlam sərhədlər qura bilirsən. Fikirlərini və hisslərini qorxmadan aydın şəkildə ifadə edirsən. Və bəlkə də ən vacibi, həyatının sükanının, münasibətlərinin idarəsinin yenidən öz əlində olduğunu hiss edirsən. Bəs bütün bunlar texniki olaraq necə baş verir? Çox sadədir. Hər gün yeni bir video və ya audio dərs gəlir. Sonra öyrəndiklərinizi tətbiq etmək üçün praktik tapşırıqlar olur. Tək olmadığınızı hiss etmək üçün qapalı bir qrupda təcrübələrinizi bölüşürsünüz. Və ən sonda da bütün suallarınıza cavab tapmaq üçün canlı bir sual-cavab sessiyası keçirilir. Yəni, bu yolda tək deyilsiniz. Və məlumat üçün, bu 10 günlük proqramın qiyməti 149 AZN-dir. Amma bir də qeyd olunur ki, ilk 3 gün ərzində qeydiyyatdan keçənlər üçün xüsusi olaraq 99 AZN-lik bir qiymət təklif edilir. Və sonda, gəlin birlikdə düşünək. Cəmi 10 gün. Sizcə, 10 gün ərzində məqsədyönlü şəkildə özünüzə və münasibətlərinizə fokuslanmaq sizin həyatınızda nəyi dəyişə bilər? Hansı qapılar aça bilər? Bu sualla da bugünkü mövzunu yekunlaşdırırıq.